Əziz qardaşlarım, bacılarım, Ramazanı gözəl faydalanmaq üçün mühüm amillərdən biri də Allahın kitabına sarılmaqdır ki, Ramazanda bu mövzuya toxunmaq mütləq lazımdır. Məhz buna görə də sələflər Qurani-Kərimi tez-tez xətm edərdilər. Onu həyatlarının ayrılmaz dostu, tərk olunmaz azuqəsi sayardılar. Onlar axirət gününü, qəbir əzabını və nemətlərini, öldükdən sonra dirilməyi, sorğu-sual olunacaqlarını, kitabın sağ və yaxud sol əlinə veriləcəklərini, ədalət tərəzisinin qurulacağını, sirat körpüsündən keçilməyi, cənnəti və cəhənnəmi xatırlamaq üçün Quranı tez-tez xətm edərdilər ki, o Ramazandakı o keyfiyyəti əldə eləsinlər, təqvanı əldə eləsinlər. Əsvad İbn Yezid Ən-Nəxəyi hər 6 gündə bir dəfə, Ramazanda isə hər 2 gündə bir dəfə Qurani-Kərimi xətm edərdi. Səid İbn Cübeyr hər 2 gündə bir dəfə Qurani-Kərimi xətm edərdi. Urva İbn Zübeyr ayağı kəsilənə kimi hər 4 gecədə bir dəfə Qurani-Kərimi xətm edərdi. Məlumatlar Siyar-ı A'lam-ı Nübələ kitabında və Hilyətül Övliya kitabında keçir. Səid İbn Museyyib rahmetullah aleyh, Qatədə İbn Diamə Əs-Sədusi onun barəsində gətirir ki, mənə elə gəlirdi ki, Allah onun kimisini xəlq etməyib. Sufyan Əth-Thawri rahmetullah aleyh buyurur ki, mən onun kimisini görmədim. Səlləm rahmetullah aleyh buyurur ki, başqa aylarda hər 7 gündə bir, Ramazanda hər 3 gündə bir, son 10 gündə isə hər gündə bir dəfə Qurani-Kərimi xətm edərdi. Əbu İshaq Əs-Səbiyyə rahmetullah aleyh gəldikdə isə Fudayl İbn İyad onun barəsində buyurur ki, rəvayət edir ki, ömrü boyu hər 3 gündə bir Qurani-Kərimi xətm edərdi.